Birinci və dördüncü qrup üzrə hazırlaşan abituriyentlər, imtahana hazırsınızmı? Əgər qəbul imtahanında stres və həyəcan səni narahat edirsə, o zaman məni diqqətlə dinlə. Salam əziz şagirdlər, imtahan zamanı həyəcan və stres keçirmək çox normaldır. Hətta ən yaxşı oxuyan şagirdlər belə həyəcan yaşayırlar. Əsl problem həyəcanın olması demək deyil. Onun sizin düşüncələrinizi idarə etməsidir. Əgər imtahan zamanı ürək döyüntüləriniz sürətlənərsə, fikirləriniz qarışarsa, panika hiss etsəniz, ilk növbədə bir neçə saniyə qələmi yerə qoyun. Diqqətinizi ətrafınızdakı səslərə, insanlara deyil, nəfəsinizə yönəldin. 4 saniyə nəfəsimizi alırıq, 4 saniyə nəfəsimizi saxlayırıq və 4 saniyə nəfəsimizi veririk. Bu sadə texnika beynə təhlükə altında olmadığını siqnalını ötürür, stresə qarşı reaksiyanı zəiflədir. Daha sonra diqqətinizi həll etdiyiniz suala doğru yönəldin. Nəticəni, balı və ya vaxtı deyil, həmin an qarşınızda olan sualı düşünün. Bu zaman beyniniz rahatlayacaq, bildiklərinizi rahat şəkildə tətbiq edə biləcəksiniz. Unutmayın ki, imtahan zalına qədər gəlib çatmağın arxasında aylarla çəkdiyiniz zəhmət dayanır. Özünüzə güvənin, biliklərinizi sakit şəkildə ortaya qoymağa çalışın. Bayni seminariyası qəbul imtahanında bütün abituriyentlərə uğurlar arzulayır.